Sen de neynəsən Aybala? Tək qalmışsan, çətindir. Yine ataları yanlarında olsa uşaqlar səni bu qədər hirsləndirməzlər. Çörəyimizi bəs kim qazansın? Natiqin də yaşı keçir Aybala. O nə qədər qalacaq o Rusiyanın çöllərində? Oğlu da bir sabah deyəcək ki, evlənmək istəyirəm. Atası yanında olmalıdır ya yox. Oturub danışmaq asan diye. Gəlsin otursun o da bölümümüzdə. Nə yeyək, nə içək? Oğlu fikirləşən idin, əvvəldən qoymazdın da geçsin. Sən gərək uşaqlar balaca olanda gedəydin Natiqin yanına. Mən nə işim var axı orada? Gül kimi oturmuşam evimdə işimdə. Mən Turalı burada adam eləyə bilmirəm. Gedib orada ona nə eləyəcəkdim? Özün bilirsin Aybala. Mən nə deyirəm ki? Mən demək istəyirəm ki, yenə ataları yanlarında olsa... Sən demək istəyirsən ki, mən uşağa tərbiyə verə bilmirəm, hə? Mən uşaq tərbiyələndirə bilmirəm. Sən onu demək istəyirdin, hə mənə? Aybala, mən heç ilə söz dedim. Dedin də, nə dəxli var, dedin. Sən narahat olma. Mən çox gözəl biləm uşaqlarımı necə tərbiyə eləmək lazımdır. Nə olub mənim uşaqlarıma? Şükür Allaha, gül kimi uşaqlardır. Natiq olsa, nə badə Tural haqqında ona nəsə deyəsən, eşitdin məni. Sonra narahat olur. Mahirədir. Allah xeyir olsun. Alo. Bu it kızının anasına deyinən gelsin aparsın əxlaqsız kızını benim evimden. Rüsvay elədi bizi el içinde. Bir abur oldu. Mahirə xala, o nə deməkdir? Nə deyir? Böyle biz gelini almamışız. Dərd aldı. Bela aldı. Bir abur oldu. Mahirə xala, sən Allah Nərgiz nə edib ki? Nə Nərgiz ha? Nə olub Nərgizə? Nərgiz demeye. Dert de. Kara yara de. Rüsvay elədi bu bizi el içinde. Oğluma xəyanət eləyən gəlin mənə lazım deyil. Gəlin aparın bunu benim evimden. Nə xəyanət, ay Mahirə xala? Nə deyir ay qız, nə olub? Deyən görüm, deyən görüm. Yaktı balamın evini. Gelin. Gelin aparın. Aparın. Aparın bunu benim evimden. Ay xala. Xala. Polislər gəlir. Xala, mən Azadın namusuna görə elədim ha bunu. Ay xala, mən türməyə düşmək istəmirəm ha. Mən özümə görə eləməmişəm ha bunu xala.